Bir çoxumuzun həyatında müxtəlif tip dostlar var. Ümumiyyətcə ətrafında, hazırlıqda, bəlkə də 10 illik, 5 illik uşaqlıq dostları və yaxud da çoxdan tanıdığı, səthi tanıdığı bir çox dostları var. Bu dostlar hər nə qədər dost desək də, onlara bir o qədər də güvənmək mümkün olmur. Bu gün sənin həqiqətən də bir insanın həqiqətən də sənin dostun olub ola biləcəyi və ya keyfiyyətli dostları necə həyatına qata biləcəyin, keyfiyyətsiz, səni zəhərləyən, səni arxaya çəkən insanları necə həyatından çıxara biləcəyin haqqında bir məsləhət videosu çəkəcəm. Və əlbəttə bunlar da mənim öz tətbiq etdiyim taktikalardan və gördüyüm təcrübələrdən olacaq. Kanalıma xoş gəldin. İlk olaraq dostunla söhbət edərək buna diqqət yetirməlisən. Məsələn, söhbət edirsiniz və məsələn, atıram futbol mövzusundan söhbət edirsiniz. Məsələn, o hansısa futbolçudan danışır, Qarabağ Futbol Klubundan danışır, sən də ona mövzu ilə bağlı suallar verirsən. Daha sonra sən futbola danışmağa keçərkən, sanki onu səni dinləmirmiş kimi hiss edirsənsə, təəssüf ki, bu insan, necə deyim, o qədər də sənə qulaq asmır. Düzdür, bir dəfə, iki dəfə ola bilər. Məsələn, insandır, bəlkə də çətin bir dönəmdən keçirir və fikri yayınır və ya ətrafda diqqət dağıdıcı unsurlar var. Amma bu hər dəfə sən bunu içdən-içə hiss edirsən və sırf xətrinə dəyməsin deyə dostuna demirsənsə, təəssüf ki, o insan üçün o qədər də əhəmiyyət kəsb etmirsən və sadəcə sənin söhbətinə qulaq asmır. Sənin söhbətinə cavab vermək üçün gözləyir. Və bu da yəni sənin söhbətinə qulaq asmadığını göstərir. Necə deyim? Yəni məsələn səninlə söhbət edən zaman o öz ağlında deyəcəyini düşünür və bu zamanda sən sanki dinlənmirmiş kimi hiss edirsən. Nə edə bilərsən? Məsələn, xətrinə dəymədən deyə bilərsən ki, məsələn, nədənsə məni dinləmədiyini hiss edirəm. Və ya mövzunu yarıda kəsib öz sualını verə bilərsən. Məsələn, futboldan danışdın, mövzunu yarıdan kəsib və danışdığın şeylə əlaqəli qısa bir sual verib, onun həqiqətən də səni dinləyib dinləmədiyini yoxlaya bilərsən. Bəs necə ola bilər? Məsələn, bir insanların etibarını qazanmaq istəyirsənsə, bir də belə bir şey edə bilərsən. İnsanlarla söhbət edən zamanı çalış ki, mövzudan kənara çıxma. Və bunu da fikir verirsənsə, məsələn, dostunuzla, məsəl üçün, o səndən siyasət danışdı, daha sonra sən də siyasət danışdın və anidən futbola keçdi. Məsələn, anidən dərslərə keçdi. Tez-tez mövzunu dəyişirsə, məsələn, sən danışdıqdan sonra sırf tez-tez mövzunu dəyişdirirsə, demək ki, o insan o qədər də əhəmiyyətli deyilsən həmin insan üçün və bu da öz nihayətində sənin düzgün dost seçimi edib edəməyəcəyini göstərir. Əlbəttə, həmin insanı təyin edib həyatından çıxartmaq və ya arada bir sərhəd qoymaq sənə qalmış bir şeydir. Bir digəri isə səni arxaya çəkən dostlardır. Hələ cavansan, ömrün qabaqdadır, nə var bu qədər çalışırsan, nə var bu qədər oxuyursan, niyə bu qədər əziyyət çəkirsən? Gəl biraz cavanlığımızı yaşayaq, hələ gənclik dönəmindəyik, illər qabağımızdadır deyib səni arxaya çəkir. Məsəl üçün, əgər keyfiyyətli bir dost olsaydı, sadiq bir dost olsaydı, belə deyərdi. Məsələn, sən idmana gedən zaman deyirdi, ha, gəl mən də çantamı yığım, bir yerdə gedək, daha maraqlı olsun idman. Və ya sən yürüyüşə çıxan zamanı ona yürüyüş təklif eləsən, hə, yorğunam deyə bir şey deyirlər. Məsələn, ən pis ehtimalı bu gün vaxtım yoxdur, amma sabah mütləq şəkildə çıxaq deyə bilərdi. Məsəl üçün, tutaq ki, siz yolda məsəl üçün sən diyetdəsən və yanlışlıqla abur-cubur yemək istədin və dostun sənə deyəcək, yox, sən diyetdəsən, istəyirsən onu qaytar, gedək meyvə falan alaq eləyib. Yəni fikir verdinsə, həqiqi dost insana sanki arxadan dəstək, arxadan kömək olur, onu qabağa itələyirmiş kimi görsənir. Amma yalançı dost onu arxaya çəkir. Yəni bu insanları da bu tip xüsusiyyətləri ilə seçmək daha rahat olur və bunu da yəni bilmək çox rahat olur həqiqətən. Eyni şəkildə səni bir ortamda, bir çevrədə, bir şəraitdə zorbalayanlar, bullying edənlər, məsəl üçün, tutaq ki, sən biraz artıq çəkilisən və məsəl üçün ortamda da məsələn oğlan olduğunu fərz edirəm. Məsələn, ortamda da 3-4 nəfər qız var, bir də dostun olsun. Və sənə belə deyir, ha, biraz da məsəl üçün Mehraz biraz kök deyə nəsə elə belə, Mehraz biraz kökəlmisən, hə? Nə bilim, məsələn, Mehraz biraz sanki artıq çəkilirsən kimi, sanki zarafat edirmiş kimi ifadələr edir. Və sən də durub artıq əksik bir söz deyə bilmirsən. Sən də onlara qoşulub gülürsən və bu da sənin hiyerarxiyada bir mərtəbə aşağı düşməyinə səbəb olur. Yəni həmin insanı məsəl üçün tutaq ki, bir dəfə, iki dəfə insanlıq aldı, bəlkə də çox zarafatçıl bir tipdir. İnsanlıq aldı. Kənara çəkərsən, xəbərdarlığını edərsən ki, bəs mən bu tərz zarafatlar xoşlamıram və ya mənim bədənimlə, mənim görünüşümlə, mənim zat stilimlə zarafatlar etməməyini xahiş edirəm. Əgər
fikrini diqqətə alsa, demək ki, o qədər də bir problem yoxdur. Sadəcə çox zarafatcıl bir insanla rastlaşmısan. Yox, əgər yenə davam edirsə, onun dost olub olmaması məncə biraz şübhəli qalır. Bu da yenə deyirəm, sənə qalmış bir seçimdir. Və biri də var. Səndən sadəcə sirr alanlar. Məsələn, elə dostların var ki, həqiqətən də sən onlara dünyalar boyda sirlərini vermisən, amma həyatları haqqında heç nə bilmirsən. Var, həqiqətən də elə insanlar var. Və belə insanlar daha çox dostları manipulyasiya etməkdə ustadırlar. Daha çox dost deyil, onları biz manipulyator da deyə bilərik. Məsəl üçün, söhbət edirsiniz, sən soruşursan, məsəl üçün, necəsən? O deyir, hə, yaxşıyam. Səndən soruşur ki, sən necəsən? İmtahan necə keçdi? Bax, fikir verdin, necəsən arxasına imtahan necə keçdi sualını verir. Məsələn, balını soruşdu. Sən ondan balını soruşdan deyir, belə də yazdım da bir şeylər. Yəni, belə də yazdım da bir şeylər. Bir sir deyil. Yəni, sən kimdən soruşsan, belə də yazdım da bir şeylər deyəcəkdir. Və ya məsələn, deyir ki, məsələn, yaxşıyam mən deyir, məsələn, bu gün hava günəşlidir, yaxşıdır. Bəs məsəl üçün keçən həftə hara getmişdin? Bildin, məsələn, hava sualını sənin hara getməyin sualından əlaqələndirib sənə bir sual nitəliyində verə bilər və buna görə də həqiqətən də ehtiyatlı olmalısan. Sənin yalancı dostlarının, doğrusu dostlarının fərqləndirmək üçün çoxlu xüsusiyyətlər ola bilər, amma mən bunu hələ ki bəzi qissələrini, bəzi hissələrini anlattım. Növbəti videolarda da bu mövzulara toxunacağam. Ən çətini isə bunu bilirəm. Bəs bu yalancı dostlarla biz 5-6 ildir dostuq. Hər nə qədər uzaq olsaq da, hər nə qədər söhbətimiz tutuşmasa da biz çoxdan da dostuq. Deyirsənsə, bu insanlarla belə bir şey edə bilərsən. Məsələn, çox yaxın bir insandır. Məsəl üçün, olsun bir 5-6 illik dostun. Gedirsən, məsəl üçün, normalda, məsələn, hər gün danışırsınız. Bu gün, məsələn, danışma. Bu gün bir şey yazma. Qoy bir dəfə də o sənə salam yazsın. Qoy bir dəfə də səndən necəsən yazsın. Və ya qoy bir dəfə də sənə axşamın xeyri yazsın. Səndən hal-əhval tutsun. Haçana kimi sən hal-əhval tutacaqsan, bu tərzi bir şey düşün. Və ya həmin insana yaxınlaş, deyə bilərsən ki, istəyirəm ki, nə bilim, məsələn, söhbətimiz falan uyuşmur və ya dostluqlarımız ayıra bilər. Əgər bunu deyəcək, məsəl üçün, cəsarətin yoxdursa, biraz vicdan əzabı çəkəcəksənsə, belə edə bilərsən. Həmin insanla öz aranda görünməz bir bariyer qoya bilərsən. Söhbəti səthi aparırsan və suallarına da səthi bir şəkildə cavab verirsən. Məsələn, soruşur ki, məsəl üçün, bazar günü hara gedəcəksən? Məsələn, normalda bazar günü bir yerə gedəcəksən, beləsən. Bilmirəm, ailəvicə bir yerə gedəcəyik, baxacaq, yəni mən də tam dəqiq seçə bilməmişəm. Və ya soruşa bilər, imtahan necə keçdi, deyə bilərsən, yazdım da bir şeylər, görək balım çıxanda nə olur. Onsuz da balın çıxanda hər kəs biləcək. Məsələn, deyə bilərsən, yazdım da bir şeylər, balım görək nə çıxır da, deyə məsələn, cavablar verə bilərsən və o görünməz bariyeri çəkmək biraz sənə düşən bir şeydir və mən ümumiyyətcə ümumi getdim, yəni bütün ümumi dostlar üzərinə getdim və bu, necə deyim, sosial inkişaf üçün ən əsas səbəblərdən biridir. Çünki insana həqiqətən də təsir edən faktorlardan ilk 3-də mən deyərdim dost olardı. Bu günün düzgün dost seçimi haqqında, yalancı dostları həqiqi dostlardan necə ayırmaq olar, bu gün o haqda danışdım və insanların səni dinləyib dinləməməyi mövzusunda da bəzi məqamlara toxundum. Əminəm faydalı bir video oldu. Sənin də dostlarını necə seçirsən, dostlarını necə ayırırsan haqqında bir fikirlərin varsa, şərhlər qismində bizlərlə bölüşməkdən çəkinmə. Şərhlərin hamısını oxuyacağam. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.